Hər vaxtınız xeyir olsun, əziz və hörmətli izləyicilərimiz. Hamınızı salamlayıram, dəyərli qardaşlar, bacılar, əziz böyük ailəmiz. Bugünə olan birinci video çəkilişimizin çəkilişini sizlərə təqdim edirik. Çəkilişimiz Yevlax rayonunun Həzi Aslanov küçəsində çəkilib. Burada yaşayan, kirada yaşayan İntiqam əminin ünvanında. İntiqam əmimiz ağır şəkər xəstəsidir. Ayağının biri kəsilib, digər biri də kəsilmək təhlükəsində idi. Biz bir neçə ay bundan öncə bu xəbəri eşidib gəlib İntiqam əmimizə maddi kömək göstərmişik. Təxminən 2000 manata yaxın ümumilikdə müalicə pulu ilə, ərzağı ilə, başqa yardımlarla bir yerdə ki, həmən yerdə qalan ayağı kəsilməsin. İndi isə əziz dostlar və qardaşlarımız İntiqam əmi bizə bir daha müraciət etdi. Bu dəfəki müraciəti ondan ibarət idi ki, İntiqam əmi yoldaşı ilə bir yerdə yaşayır. Yəni yoldaşı İntiqam əmiyə əyləş zəhmət olmasa. Yoldaşı İntiqam əmiyə zanit olmasın deyə, yəni yoldaşı gedib hər hansısa bir işdə işləyə bilər. Misal üçün gedib xadimətçi işləyə bilər və yaxud hər hansısa bir restoranda qab yuğa bilər və yaxud başqa bir təmizlik işləri görə bilər. Amma bunu edə bilmir. Ona görə ki, İntiqam əmi bütün deməli təbii ehtiyaclarını özü ödəyə bilmir. Yəni Lalə xanımın fiziki köməkli nəticəsində edir. Yəni müraciət bundan ibarətdir ki, İntiqam əmi elə obiya xalqımıza, millətimizə buna görə müraciət edir ki, köməklik göstərək, deməli, ayağına protez qoyulsun. Bu protezin də ümumi xərci, mən də onu dəqiq deyə bilmərəm, əziz dostlar, yəni bu barədə anlayışım yoxdur. İntiqam əmi bunu bildirib, yəqin İntiqam əmi də bunu kimsə bildirib deyə bilmərəm. 1500, 2000, 3000 bax belə pul müqabilində başı tutur. Biz bunu keçən dəfəki çəkilişimizdə müzakirə etmişdik. Və keçən dəfəki çəkilişimizdən sonra minlərlə insan İntiqam əminin biz problemini TikTok səhifəmizdə də yayımladıq. Sizləri inandırım ki, mən şəxsən bir 1000 adama əlaqə nömrəsi, kart nömrəsi verdim. Birbaşa ailənin özünün telefon nömrəsini, kart nömrəsini. Da inanırsınız da axırda özüm bezdim ki, nə qədər insana kart nömrəsi vermək olar. Hər kəs bir şuar var idi. Biz o ailəyə yaxından kömək edəcəyik. Biz ailənin gedib bütün dərdini, bütün problemini həll eləyəcəyik. Mən də bu günlərim əziz dostlar, ailədən heç nə soruşmadan, heç nə, birbaşa sabahınız xeyir deyib, bax çəkilişə başlamışam. Ben də ailədən bunu soruşacağım, görüm. Həqiqətən də o fədakarlar, o əsl İntiqam əmiyə canı yanıb insanlar, heç sizə zəng olundu mu, heç sizin kartınıza pul vuruldu mu? Siz bir olan Allah. Allah'ıma and olsun, Allah iki gözümü kör eləsin ki, bir qadın zəng vurdu, zəng. Dedi ki, xanım, adında soruşdum, dedi ki, insan bəndəsidir. Bir nəfər 20 manat atamın, anamın qəbrinə and olsun, 20 manat pul atır. Atamın qəbrinə and olsun. Dedi, kartla ordadır, bombalı boşdur. Yəni, nə zəng vuran var, telefon da ordadır, telefonu da verib. Yəni, girib baxa bilərəm mən sizin telefonun elə bir istoriyasına, bir bankın istoriyasına. Sizə gələn pulları. Bəli. Bunu nəyə görə deyirəm? Çünki internet var. Bəli. Çünki sonra deyəcəklər ki, mən bunu göndərdim, siz bunu bir dənə girdə bir banka gir verin bana. Mən bilmirəm. Bir bankın var ümumiyyətcə? Hə, bəli var. Bir dənə burada harada? Amma telefonla bilmirəm, mən başım çıxmır. Ancaq kartı bilirəm belə. Kartı bankamara salanda bilirsən? Hə, bilirəm. Belə telefonda yoxundur, mobil şöbə. Hə, yox. Başa düşdüm, mən inanmıram ki... Yəni ki, yoxdur da, məndə o azı. Amma kartı yoxlamır, bizdən sonra... Yoxlamışam, Allah bütün ələ getdim, yoxladım, 1 manat da yoxdur.
O bir dənə 20 Deməli 30 manat mən sizdə olanda vurmuşdum. 10 manat mənim dostum Mübariz qardaş. 40. Ondan sonra kartdan nə qədər pul çıxar? Sən o Allahın adı. Atamla anam qəbrinə olsun. Hə, 20 manat. Atamla anama qurban olsun. Aydındır. Söhbətin mövzusu o deyil. Söhbət ondan gedir ki, ay İntiqam Əhməd. Bax, sizin məndən video götürüb, bax məndən sizin videonuzu götürüb, öz kartlarını paylaşıblar. Mən bu barədə hüquq mühafizə orqanlarına müraciət eləmişəm. Mən öz şikayətimi yazılı formada bildirmişəm. Ona görə dəqiqləşdirirəm, çünki qarşı tərəf bizə bildirər ki, yox, mən bu aliyə öz kartımla yığıb müəyyən pulu göndərmişəm. Deyirsən qardaş, baxa bilərsən. Yox, onu mən elə bilmərəm ki, əzizim. Başa düşdüm, mən ona görə dəqiqləşdirirəm. Əgər bunu kimsə edirsə, bir ömür boyu o insana duaçı olarıq. Fərqi yoxdur, öz kartını qoyub. Nəticədə o pulu sizin karta yönəldirsə, o insanın qarşısında baş əyərəm. Bunun ona görə dəqiqləşdirirəm. Çünki mən müraciət eləmişəm hüquq mühafizə orqanlarına. Həmən videonu da çəkib göndərmişəm ki, bax bu adam bizim icazəmiz olmadan, bizə müraciət etmədən birbaşa bizim kanalımızdan video çəkilişimizi götürür və öz şəxsi kartını qoyub bu ad altında yardım yığır. Bizə də bildirdilər ki, siz də öz araşdırmanızı aparın. Ona görə mən soruşdum. Bizə bildirdilər ki, ola bilsin ki, öz kartlarına yığır və həmən ailənin ünvanına, kartına yoxlayır. Mən ona görə bunu dəqiqləşdirirəm ki, qoy dəqiq olsun, çünki qarşı tərəf bizi ən azından günahlandıra bilər ki, bəs siz bizim haqqımıza girdiniz, biz o ailəyə pul yığmışıq öz səhifəmizdə. Yəni bu kimi insanlar varsa, bu kimi adamlar varsa, hər birinə dönə-dönə xahişim odur ki, gəl, salam xəyəm, gəl əyləş. Belə etməyin, yəni belə etməyin ki, çünki fikirlər qarışır. Bugün İntiqam Əmiyə kömək eləmək istəyən onlarla insanlar bizə o videonun linkini atır ki, ay Elşim, salam, qardaş, salam. Evin yəsidir, laf yaxşı. Onlarla insanlar bizə bildirir ki, bəs biz sənə kömək elə, yoxsa bu qardaşın, bu insan kimizə bunu vasitəsilə. Bugün mən ona görə gəldim bura. Bu məsələni burada dəqiqləşdirməkdən ötəri ki, yəni qardaşlar, mənim kanalımdan başqa hansı kanalda, hansı saytda fərqi yoxdur, TikTokunda, YouTube'unda, Instagramında, Facebook'unda və s. Bu adamın videosunu görsəniz, yəni bilin ki, yəni videonu görüb, kart nömrəsi görsəniz, bilin ki, bunun hamısı yalandır. Çünki bunu birbaşa ailə özü təsdiqləyir. Mən bura başqa ümidlə gəlmişdim. Mən fikirləşirdim ki, yol boyu mən kameranı işə salan kimi Lalə xanım deyəcək ki, Elşən qardaş, bəs kartımıza nə bilim, müəyyən qədər pullar gəlir. Mən buna sevinir və şad olacaqdım. O insanlara buradan öz təşəkkürümü, minnətdarlığımı çatdıracaqdım. Amma tam əksini gördüm. Bu da o deməkdir ki, bu vəziyyətdən sui-istifadə etmək. Yəni bunun bir adı var, dələduzluq. İndi bizdə bu ailənin 1000 manatdan bir balaca yuxarı, yəni təxminən 1100 manatın ətrafında pulu var. Elə bu yardımda ona görə dayandı. Bax, bunu da deyim. Yəni insanlar bizim kanalın vasitəsindən İntiqam Əmiyə yardımlar edirdilər. Day o videolar yayınlanmayana qədər. Artıq insanlar da çaşbaş qaldı. Mən özüm də hətta bildirdim ki, qardaş, gəlin hələlik dayandırağım. Mən gedim ailə ilə bir dəqiq bunu çəkiliş vasitəsilə edim. Mən bunu bura gəlmədən də birbaşa telefonla Lalə xanımın özü ilə də dəqiqləşdirə bilərdim. Amma bunu mən çəkiliş vasitəsilə ona görə edirəm ki, hər bir kəs buna şahid olsun ki, Elşən telefonda yox, birbaşa gedib ailənin özü ilə danışdı. Ki, yəni belə bir kömək, belə bir dırnaqarası yardım olunmuyubdur. Kim bu kart paylaşıbsa, kim bunu edibsə, şəxsi özünün xeyri üçün edibdir. İndi bunu edənlər yəqin ki, məsuliyyətə cəlb olunacaq, bilinmir. Bəlkə də heç o insanların kartına kimsə yardım etməyib. Bunu da deyə bilmərik. Ha, ki, müəyyən pullar yığılır, müəyyən nəsə əldə olunub, o barədə məlumatsızlıq. Sadəcə olaraq, yəni demək istədiyim budur ki, biz öz şikayətimizi bildirmişik. İlk öncəki kanalımızdan bizim izinimiz, icazəmiz olmadan video götürüb paylaşdığına görə. Biz hər kəsə videolarımızın paylaşmasına izin veririk, icazə veririk. Zaten
bizim kanalımızda indiyənə qədər müəllif hüququ videolar paylaşarkən, bax biz kanalımızda videonu paylaşarkən bu YouTube'dan anlayışı olan kəslər bunu gözəl bilir. Yəni istəsən orada bir düymə var. O düyməni vursan müəllif hüququ. Yəni sənin videonu kimsə paylaşarsa dərhal həmən kanala müəllif hüququ verilir. Amma biz onu heç vaxt etməmişik. Heç bir zaman. Ona görə etmirik ki, İntiqam əmini tək bizim kanalın vasitəsilə yox, qoy başqa bir kanalların da vasitəsilə tanısınlar. Və yaxud İntiqam əmi olmur, başqaları olsun. Ümumən yardım etdiyimiz hər bir kəsin ictimailəşməsində bizim özümüzün marağımız var. Daha çox insan kömək etsin deyə. Amma bu maraq o demək deyil ki, kimsə bundan sui-istifadə edib, öz şəxsi kartını paylaşıb, yardım toplasın. Yəni buyura bilərsiniz, bizim nömrələr də var Allaha şükür. Zəng edib deyə bilərsiniz, qardaş, mən o Ağsaqqalın, o əminin videosunu öz saytımda, öz səhvəmdə paylaşmaq istəyirəm. Öz nömrələrini verə bilərsən bizə, öz kart hesablarını verə bilərsən, bu başqa məsələ. Amma siz bizə bunu demədən, birbaşa da özünüzün telefon nömrənizi, özünüzün kartınızı qoymuşsunuz, adı da budur ki, biz bu kişiyə kömək edirik. Amma halbuki bu kişiyə 2 günün ərzində 1000 manat pul gəlmişdir. Pak gəlib də, pul da cibimizdədir, pul da yəni əlimizdədir. Yəni bax bu 1000 manat, bax bu kişiyə məxsus 1000 manatın dəftərdə də 100 neçə manatı var, dəftərdədir. Mən bu pulu 3000 manat etməkdir niyyətim. 3000 manat. Bunu zəhmət olmasa say anam. Mənim niyyətim bu vəsaiti 3000 manat etməkdir. Məqsəd odur ki, bu adama reallı kömək etməkdir. 5, 6, 7, 8, 9, 10. Ay yaşa, bax bu 1000 manat mənim cibimdədir. İndi 100 neçə manatdır, 110 manatdır, 120 manatdır bilmirəm, dəftərdədir. Çünki yarı dəftərə işlənib, yarısı WhatsAppdadır. Mənim onsuz da hər kəs bilir ki, hər bir xəstəmə, hər bir ev tikilənə, hər bir işimə mən hesab kitabsız etməmişəm. Mən yəni təxmini gəlib deməmişəm ki, ay İntiqam kişi, ay falan əmi, sizə bu qədər pul gəlir. Mən onu heç vaxt eləməmişəm. Dəftərim, kitabım qarşımda kim nə göndərib, kim nə edir onu mən çotku, yəni qəhbiyinə kimi verirəm, artıq pul qalandır da deyirəm ki, anam 1000 manat ödədim, 300 manatınız qaldı. Gələn səfər onu edəcəm. Çünki niyyətimiz, məqsədimiz odur ki, bu insana kömək edir. Bu insanın bu vəziyyətindən istifadə etmək ən azından ən böyük günahdır. Hələ bunu cinayət tərəfini qoyulan bir kənara. Ən azından böyük bir günahdır. Adam bu insanlar onsuz da hər şeydən əlləri üzülüb. Bu insanlar onsuz da həyat hər şeylə sınayıb. Övladla da sınayıbdır, sağlamlığı ilə də sınayıbdır, evsizliyi ilə də sınayıbdır. Yəni da buradan ayına bunların alacağı zərbə yoxdur. Siz bu insanın bu vəziyyətindən, bu insandan hər hansıda bir nəysə gözləyirsinizsə, ən azından içinizdə, qanınızda zərrə qədər olsun vicdan, qeyrət, namus, əxlaq, iman yoxdur. Bunu çatdırmaq istəyirəm, çəkinmədən, qorxmadan ki, bu insanların bu vəziyyətindən, bu insanları bu vəziyyətə hala salmayın. İndi demək istədim nədir, qardaşlarım, bacılarım? Bu ailəyə mən keçən dəfə də xahiş etdim, müraciət elədim ki, hüququ kömək etmək lazımdır. İndi mən bunu elə bilmirəm, mənim yalanı yoxdur, savadım o qədər yoxdur ki, mən hansısa bir dövlət bina qapısını döyəm, bu işlərin dalınca gidim, çünki mənim işim tamam başqa bir işdir, yəni mən bunları edə bilmərəm. Mənim özümün, layihəmin özünün işləri var, tək işimiz xəstə ünvanına gedib ona hər hansısa bir yardım toplamaq deyil. Bizim işlərimiz, tamaşaçılarımız bilir, YouTube izləyicilərimiz bilir ki, fərqli-fərqlidir. Yəni biz özümüz xəstə də çəkirik, ev tikintisində də tikintilərə nəzarət edirik, onun materialının alınmasıdır, onun ustasının tapılıb gətirilməsidir, ərzaq yardımlardır, qurbanlardır və s. kimi yardımlardır. Yəni biz o tərəfdən bu işlərin hüququ tərəfini edə bilmirik. Ona görə də keçən dəfə müraciət eləmişdim ki, bir nəfər nə olar ki, insanlıq xətrinə o qədər Allah'a şükür pensiya çıxıb, bugünkü günü savadlı müəllimlər də var, yeri gələndə hüquqşünaslar da var. Çayxanalarda axşamlar olanda gedib damını oynayıb, başını qatan əmilər var.
Bu hər yerdə var. Bizim də bölgədə var, Yevlağımızda da var. Yəni ən azından yaxınlaşıb bax bu ailə ilə nə olar ki, dərdinə, baxın indi bu ailəyə deyilənə görə elə yol boyu Xəyyam kişi ilə də biz bunu müzakirə eləmişik. Əlillərin bərpa mərkəzi var. Deməli Heydar Əliyev fondu dediniz. Bax cənab Mehriban xanımın da müraciət, yazılı müraciət edilsə, yox oturmuram qadınam. Yazılı müraciət olunsa da, bax bu ailəyə inanın Allaha ki, təmənnasız da kömək olunar. Elə bizim də topladığımız, yığdığımız yardım bu ailənin başqa bir probleminə, dolanışığına sərf olunar. Mən heç istəmərəm ki, bu əmmimizin əməliyyatı və protest qoyulacaq işi pulla başa gəlsin. Biz onsuz da bunu çətinliklə yığırıq. Hər kəs övladının necə deyirlər, tələbə müəyyən pullarından kəsib edirlər. Amma nə xoş olar ki, nə olar ki, yaxınlaşmaq lazımdır təmiz qəlblə. Bax, nə oldu? Məndən 100 adam, özdə qadın xeylaqları. Məni yandıran da odur, əzizlərim. Məni yandırı tökən odur, gecə saat 3-də mən yuxulu, vicdan haqqı. And olsun ki, Allaha, yuxulu, mən sizin telefonda nömrənizi axtarıb atmışam, qadın xeylaqları. Mənə şəxsən özlərinin nömrəsi, Erşən bəy, zəhmət olmasın. Sevinmişəm ki, Allah, nə yaxşı. İndi yəqin Lalə xanımın yanına gedibdilər, Lalə xanımın o sənət məsələsində o insana kömək edirlər. Amma əslində yox, sən demək elə hamısı bir reklamdır. Yenə deyirəm, vicdan haqqı bəlkə də, bax, girib baxa bilərsiniz. Həmən videoya demək olar ki, 1 milyona yaxın, yəni İntiqam əminin 2 videosunun qısa formatını paylaşdıq. 2 dənə hissə, biri 900 neçə min baxış baxılıb, digər biri isə 200 minə yaxın. Həmən o 200 minə yaxın olan videoda 1000-dən artıq rəy yazılıb. 1000-dən artıq. Orada bəlkə də bir 600 adamı kart istəyib. Mümkün qədər, bacardığım qədər yazmışam. Sağ olsun, Raya bibi də orada bizə çox böyük kömək edibdi. Video haqqında, ailə haqqında məlumat yazıbdı ki, Elşən Mustafayevlə əlaqə saxlayın, nömrəyə qədər. Amma nəticə heç nə. Elə hamı demək olar ki, yalandan hay-huy deyib, heç bir nəticə yoxdur. Bax, niyə yoxdur nəticə? Bax, nəticə yoxdur. Bu da o demək ki, yəni yalan reklam və yaxud hər hansıda bir şəxsi mənafi güdməkdir. İndi əziz dostlarım və qardaşlarım, sizlərə qurban, bu əmiyə onsuz da, bu əmi evi yoxdur, kirada yaşayır. Bax, bu əmiyə indən sonra yaşaması üçün, dolanışlar üçün nə qədər yardım olsa ehtiyacı var. Allah eləsin, 3000 manatı biz yığıb əlimizdə toplayana qədər, bax, bu əminin bu proses məsələsini dövlətimiz tərəfdən həyata keçirilsin. Bax, bu çəkilişi hansısa bir, yenə deyirəm, sosial müdafiə fondunda işləyən insanlarımız fərqi yoxdur, vəzifəsindən, işindən, peşəsindən. Yəni, bir qəlbində, ürəyində əli xoxusu olan, insan olan kəs fərq etməz, o nə vəzifəsində olur, olsun. Bu insanlara hüquqi kömək lazımdır, qardaşlarım, bacılarım, hüquqi kömək. Mən istərdim ki, bu birinci olaraq bu insanlara hüquqi kömək göstərək, lazım olan maddi dəstəyi də biz edəyində, misal üçün, onun Bakıya gedib gəlmək xərcidir, onun yolda oturub bir stəkan çay içmək xərcidir, evində, nətər deyim, əyninidir, başınıdır. Bunu biz edirik də, biz də bunun maddi köməyini edirik. Amma biz istəmirik ki, bir halda ki, dövlətimiz tərəfdən bunu etmək mümkündür və yaxud olunur, bu insan dövlət qayğısından kənarda qalsın. Gəlin, hüquqi kömək göstərək. Yenə deyirəm, mən bunu tək bacarmıram. Həm də buna savadım çatmır, hansı binaya getmək lazımdır, hansı qapını döymək lazımdır. Amma bilən insanlar varsa kömək edin. Bax, bu xanımla əlaqə saxlayın, zəhmət olmasa əlaqə nömrənizi qeyd edin. 055 868 14 48. Bir də zəhmət olmasa təkrar edin. 055 868 14 48. Bax, buyurun, əlaqə nömrəsi budur. Əlaqə saxlayın, nə bilim, varsa bir nümayəndəniz, bir yaxınınız göndərin bu ailənin birbaşa bax ünvanına. Ünvan Yevlax rayonu Həzi Aslanov küçəsidir. Ev nömrə 89. Bax, gəlib görə bilərsiniz, kirada yaşayır.
ayda 100 manat kira pulu verir. Ailəyə İntiqam əminin pensiyası nə qədərdir? 220 manat. 250 manat. 250 manatdan başqa ailənin dediyinə görə bu evə heç bir pul gəlmir. Vallahi yox. Övladları da yoxdur. Öz dediklərinə görə heç belə qapılarını döyüb dərdinə çarə qalan da yoxdur. Özlərinin dediyinə deyirəm. Kimsə haqqına girməkdən qorxuram. Kimsə gələ bilər, əlində zəmbil, deyə bilər ki, vallahi ay qardaş, mən o ünvana gedib gəlmişəm. Mən nə deyirəmsə, bu ailənə isnat deyirəm. İsnatla deyirəm. Ümumi deyirəm. Yəni gələn varsa sağ olsun, gəlməyən varsa da yəni bu ürək ağrısıdır. Yəni belə də atılmış, hər şeydən əlləri üzülmüş talihlərdir. Sizlərə qurban, qardaşlarım, bacılarım. Gəlin biz öz yardımımızı davam etdirəyim. Bu qapını açan olmayıb, heç kim sizdən başqa. Bizə siz gəlmişsiniz, başqa kimsə bu qapını açmayıb. Bax, həyətdə kamera var, girən də bəlli, çıxan da. Heç kim bu qapıdan içəri girməyib. Heç vaxtda qapını açan olmayıb. Bu 8 ay müddətində. Yəni, orada kamera var, baxa da bilərsin. Kim girir, kim çıxır bəllidir. Bu qapını heç kim açmayıb. Nə də heç kim əlində bir çörək bu qapıdan içəri girməyib. Nə də ki, kimsə mənə bir manat köməklik eləməyib. Mən dünənəm kartı onun yalanından nə deyim mən? Dedim, bəlkə nəsə ola, dükanla almalıydım da. Getdim, dedim, Pradov xalanda deyili. Dedi, xanım, sizin kartınızda pul yoxdur. Dedim, belə yoxlayım gör. Allah'ın, atamla... Sizin yaxınınızda, billəmi anam, onsuz da olmayacaq. O, nadir hallarda, mübarək kimi qardaşlar bəlkə onu edə. Yəni o kimsə deyirsə mən ona... Yəni sizə yalan da, yalanan sizə vəd verirlər, deyirlər belədir, belədir. Yəni zəh vurur, pul atırıq, yəni kimsə zəh vurur. Atamla anam qəbir üçün yenə deyirəm, dünya atamla anama qəbirinə qurban olsun. Kimdir ki onlar? Yəni bir manat gördüm sizə dedim ki, bir dənə qadın zəh vurdu. Mən də tez çöldəydim. İntiqam dedi ki, Lalə, telefonuna zəh gəlir. Gördüm bir qadın, nə qədər elədim, adını demədim. Dedi, xanım, kart nömrənizi deyim, sizə 20 manat pul atacağım. O 20 manat düz deyil. Necə atmışdı, getdim götürdüm. O da aynı onu aldım, gəldim. Ondan savayı, bax, Qurana and olsun olmuyor. Bax, Qurana başa düşdüm, anam, tamaşaçılarımız birdən bizi səhv başa düşər ki, Elşən gedib... Yox, yəni sizi anladılar da, lazım deyil. Elşən gedib ailə ilə hər hansısa pul haqq hesabı çəkir. Yox, həmçi. Mənim məqsədim nədir, əzizim? İntiqam əmiyə real yardım eləmək istəyən var da, kömək eləmək istəyən var. Baxır görür ki, İntiqam əminin başqa bir kanalda videosu, yəni məndən götürülmə video təbii ki, kart nömrəsi. Zəng edir, deyir Elşən, bax, qalmışam belə qardaş, bilmirəm bu karta vurum, yoxsa sənə göndərim. Mənə deyirəm ki, qardaş, gəlin hələlik gözləyəyim də. Qoy mən gedim, dəqiqləşdirim, ondan sonra Allah eləsin, bax bu anamızın kartına, bax kart nömrənizi bir də deyil. Zəhmət olmur, deyəcək. Allah eləsin, gündə milyonlarla manat gəlsin. Mən onun əleyhinə deyirəm, sadəcə olaraq insanların fikrini çaşbaş salırsınız. Real yardım etmək istəyən insan, realna yardım eləmək insan qalır çaşbaş. Bax, kart nömrəsidir. Bax, görürsünüz qardaşlar. Kimin ürəyindən keçirsə, bax, bu karta belə bu dəqiqə 1 manat, 2 manat, 3 manat vurun. Bax, nə etsəniz, mən buna sevinərəm. Amma biz bu ailəyə 3000 manat pul toplamalıyıq. Əgər Allahın izni ilə, Allah eləsin ki, biz 3000'i toplayaq, xəbər gəlsin ki, artıq bu işi dövlətimiz tərəfdən olunacaq. Nə xoş, biz də o 3000 manatı gətirək qoyaq, ağsaqqalın başaltısına, yavaş-yavaş özləri, onsuz da bunlar Bakıya getməlidir. İlk öncə, əmin neçə ay, mən bilənə görə, çünki tamaşaçılarımız yazmışdı, rəy bölümündə oxumuşam, ki, bəs əmi hələ o protesin qoyulana qədər bir neçə dəfə Bakıya gedəcək. O müalicə olunmalıdır. Bunun da hamısı xəsarətdir. 2 nəfərin Bakıya gedib gəlməyi özdə belə xəstə. Yəni maşın gəlib bunu evindən, birbaşa pilləkənindən götürəcək. Bu ən azından 2 nəfərin gedib gəlməsi 150 manat eləyir. Minimumda mən eşitdiyimə görə, aldığım məlumata görə ən azı 6-7 dəfə getməlidir. Bu gəlir elə təxminən 150 manatdan götürsə, 1000 manat pul eləyir.
Bu pulun onsuz da bunlara Çox ehtiyacı var. O demək deyir ki, hə 3 dövlətimiz deyir pacarırsınız. Bu qandırma pul lazım deyil. Sabah deyəcəklər gəlin falan klinikaya. Və buradan getmək üçün bu araya pul lazımdır. Allah eləsin, Allah eləsin. Allah eləsin. Bunun hamısı olsun. Təki bu ailənin nəinki 3000, 10.000 manat pul olsun bu döşəyinin altında. Onsuz da dediyim kimi heç bir gəliri olmayan ailədir. Heç kim bu ailəyə öz dediklərinə görə kömək eləmir. Reallıq elədir. Yəni indi Allah eləsin bizim sözümüzdən kimsə incitməsin, qorxuram haqqa girməkdən. Kimsə gələ bilər bura, qapını döyür, bir zəmbil də verə bilər. O insanlar deyə bilər ki, vallah biz də gedib qapını açıb döyüb kömək eləmişik. Yəni haqqa girməmək şərti ilə deyirəm. Yəni sizin dediyinizə isnad deyirəm. Bəli, bəli. Yəni vəziyyət belədir. Biz əzizlərim, sizlərə qurban. Bax o İntiqam Əmiyə kömək etmək istəyən qardaşlarım, bacılarım, siz öz köməyinizi, yardımınızı davam etdirin. Davam edin. Yəni gördünüz vəziyyəti. Mən bu videonu ona görə uzun çəkdim. Hardasa bu videonu bu qədər çəkməyə də ehtiyac yox idi. Amma bunu ona görə geniş formatda izahat verirəm ki, sizlərə qurban. Bunun hamısı yalan, fik məlumatlardır. Ay bunu etdik, ay ora getdik, ay nağardıq, neynədik? Allah'ın bir zəncin deyəm ki, kimsə o xanımdan savayı, kimsə vurubsa, bax telefon orada, siz orada. Demək, xeyirdir gecə saat 3-də məni yuxudan durdunuz. Allah'a anladım, bax eşkin, telefon oradadır. Məqsədiniz nədir? Bəlkə Kim zəng vurubsa deyim. Mən yoldaşımla da gizlinti eləməm, amma telefon oradadır. Zəng vuranda deyəm, ay kimsə bax zəng vurub, bax budur. Onda bir dənə xanım zəng vurdu, mənə söylədim, gəldim, dedi, vəssalam. Ondan savayı, yenə deyəm, Allah'ıma and olsun, Allah ki gözüm kör eləsin ki, bir nəfər mənə nə zəng vurmayıb, nə də bir nəfər mənə çörəyəmdir. Bax, Qurana and olsun. Qardaşın çəkişini TikTokundan götürürlər, özləri kart nömrəsi qoyurlar. Elə qərəzuzlar, vicdansız insanlar var. Yəni, qüsurlu adamın, xəstə adamın pulunu götürmək vallahi o insanlığa yaraşmır. And olsun, Allaha yaraşmır. Allah onun ömrünü uzun etsin. Hələ yer gəlində bizə də bazarlıq da elədi. Bax, Qurana and olsun, nələr aradı gətirdi, bizə verdi. Mən kim adamdan niyə istifadə Valla, Qurana and olsun. Hələ xəcalət çəkir, hər yerində qaldı. Həm Yaşı onu demək. Mən nəyimdən istifadə edirəm, mən nəyim vardır? yox, mənə də pis gəlir ki, bu qardaşı, Allah onun ömrünü uzun etsin. Əllərindən öpürəm onu. Hər bir zəngimə gəlibdir, Qurana and olsun. Amma yalan demək ki, nəsə eləmişim, yox buna da eləməklər. Mən yalan sevmirəm axı, niyə o yanda xəcalətdə olum mən? Ki deyir ki, nəsə atım, buna da yox. İnsanlar anam çaş-baş saldır, sizə qurban. İnsanlar çaş-baş qalır, insanlar bilmir ki, erişənə yığaq, göndərək pulu, yoxsa o kimsə ona. Ona görə deyirəm ki, cəmaatı çaş-baş salmayın. Siz yardım etmək niyyətiniz varsa, elə niyə bizim elə nömrəni paylaşmırsınız? Bax, niyə elə? Bax, niyə bizim, məsələn, bizim bax bacımız var, anamız var. Akstafa rayonunun Yenigün kəndindən anamızdır. Statusunda bizim videoları paylaşır, misal üçün. Hansıdır? Bax, sizin bax, video sağ olsun. Onların da Qoxum Əqrəbəsi tərəfindən kömək edirdilər. Adam bizim öz şəxsi kartımızı paylaşır və kim onun vasitəsilə kömək edirsə, çekini də atır, adını deyir, eşən. Bax, bu 2 manatlı misal. Bir qohumumuz göndərdi, bu 3 manatlı. Buna deyirlər əsl kömək. Yoxsa sən xəstənin şəklini, videosunu qoy, öz kart hesabında paylaş. Yenə deyirəm, mən də öz kart hesabımı qoymuşam. Bu normaldır. Bunu mən qeyri-ciddi, qeyri-normal hesab eləmirəm. Amma gəl bunun hesab kitabını elə görək. İndi bax, mən də kart nömrəsi qoymuşam. Mən burada deyə bilərəm ki, İntiqam, vallahi çəkdim sizi, 250 manat pul gəldi. Amma mən demirəm 250 manat, mən deyirəm ki, bir dəqiqə, 1100 manatdan artıq pul gəlib. Çünki mən bilirəm ki, mənim əlimə gələn pul nədir. Çünki mən onun hamısını, 1 manatını da, manatı da göndərən adamın adını qeyd edirəm. Sabah dəftərlə gəlirəm, anam, bacım, keçən dəfə nətər gəldim, dəftərsiz gəlmişdim bura. O 1500 neçə manatı ki, stolun üstünə qoyanda nə dedim, anam? Hesabatını çəkdim,
Həm siz bildiniz, həm tamaşaçı, həm yardım edən. Yanınıza gələn qardaş da bizə köməklik elədi. Pul da Hə, 50 manat sağ olsun. Rahil qardaş da öz cibindən 50 manat. Ay atan rəhmət var, indi dedim yadıma düşdü. Bəli. Hələ yer gələn çıxanda dedik ki, yox, çıxartdı o əlavə o sizin gələn. Bəli, biz verdiyimiz puldan da əlavə Rahil qardaş öz cibindən pul verdi. Bu başqa məsələ. Bunun əleyhinə deyiləm ki, kimsə öz kartını paylayır. Amma gətirin də gətirin. Bax, kart qoymuşsa gətirin. Çıxardın. Siz də deyin ki, bax bu 30 manatı mənim 3 dənə dostum. Ay xəyəmçi. 5 dənə dostum hərəsi 10 manat atıb 50 manat. Axı bunu eləmirsiniz. İnsanları da çaş-baş salırsınız. Buyur qardaş, nəsə deyirdim. İşte qardaş, yəni onu demək istəyirdim ki, yəni siz deyirsiniz ki, sizin kart nömrənizi paylaşmaq falan, yəni siz əgər istifadə edən adam olsaydı, siz də 400 minlik maşından gələrdiniz, belə pis sıxmasın demək. Yəni hər şey göz qabağındadır, məlumdur. Allah canınızı sağ olsun, təşəkkür edirəm. Allah kömək olsun. Bizim hər şey çox görülür, hər şey göz qabağındadır. Vallah, nə deyim? Bu bəzi maşinlər var, bunları tapmaq olmaz ki, bunları... Hələ... Mənim kimisindən deyirəm ki, yox, həmişə ömrü boyu məndən istifadə ediblər. Mən deyirəm hələ, o qədər bərəkətli adamım ki, öləndə meydimdən də istifadə edəcəklər. Allah hamd olsun. Ondan da gələcəklər. Hə, yaz adamlardan da şübhələnmirəm. Valla. Bəzi qohumlar var, Ürəyimə burada şeylər gəlir. Lalə, ne çıxmısan TikTok'a? Yavr eləyirsən bizi. Deyirəm, nə qalmışam bir yavr? Gəl qapımı döv, bir dənə tövlə. Yaz adamdan mağaziyan gəlməz. Mən onu bilirəm. Amma qohumlar... Allah hamd olsun. Yadlardan xeyir gələr ki, ziyan gəlməz. O bir kino var. Allah özümüzünkilər eləyər ki, baba, ki, nə bilim. Azərbaycanda bir məşhur kino var. Bilmirəm o kinoyu da, yəqin atalardan götürdü. Deyir, düşməni ocaq başında axtar. Qıraqdan adama düşmən olmaz. Ömrü boyu məndən istifadə ediblər. Yaşayıblar. Allaha. Qoy, yaşasınlar indi də. Bax, bir gün bu kişi hamı tanıyır. Bax, bu qardaşımız, dostumuz Qarabağ veteranıdır. Bəli. Bax, bu kanalın, elə bir bu kanalın qurucusu da, yəni bu kanalın ilk təməlini qoyan, yəni bu insana görə bugün də, bax, bugünkü günə qədər yardım edən insanlar, bax, İntiqam Əmiyə yardım edən insanların bəlkə də içərisində onlarla bu kişini tanıyıb bizim kanala abunə olan insanlar var. Sözüm onda yoxdur. Biz bu kişini çəkirdik, belə də, yəni pis niyyətlə yox. İntiqam Əmiyə, niyyətimiz pis olmamış da, yəni heç vaxtdır, kimisə ələ salar, Allah üçün bu kişi deyəndir, güləndir, zaravazır, amma məni kimisinin yeri gələndə yüzünü susuz aparıb, susuz gətirir. Yəni bundan kimsə, belə deyək də, türklər demiş, dalay keçə bilməz. Yəni bu adam deyəndir də, güləndir də, zarafatı sevəndir. Sözümü nəyə gətirəm? Bir gün gördüm ki, həmən bu videonun kommentariyasında bax, bu kişinin ən yaxın qohumlarından biri. And olsun Allaha, ən yaxın qohumlarından biri yazdı ki, aqresiyanla, xəyam, az qalıb gəlirəm, özüm gələyəm kəndə, səni də, o səni çəkəni də mən biləm nağaracam. Yığışdırın bu çəkilişlərinizi, bizi biabır eləməyin. Aradan müəyyən bir vaxt keçdi, həmən o Allah haqqı. Həmən o videodan heç bəlkə də bir ay çəkmədi, bir gün başladıq bu insana həyat qurmağa. Bu insanın həyatı 90 yox, 100 dərəcə dəyişdi. Elə bil, bu adam gəldi, sıfırdan oldu bir, deyək, belə deyək, indiki zəmanənin şahı. Yəni, insanlar tərəfdən hörmətlə sahib olduğu, evi, eşi, şəraiti və s. İndi gəldik yenə qohum mövzusuna toxundu, əzizim. Qohum, yaxşı qohumlara can qurban, yaxşı qohumlar da var. Qohum var ki, qohumdan ötəri canından keçər. Dayı var ki, bayısısı balasından ötəri ölünə gedir. Var, yaxşı qohumları canımız qurban, bunu yaxşılara şamil eləmir. Amma yenə də Allahın adı haqqı, o qohumu da mənimki görür oradan. Deyib, bax, burada olur, burada yaxında. Oradan görür, mən gəlirəm, üzünü çönərib o ara yol var, ara yoldan belə gedir. Ki, Lalənin görməsin, nə badə, bir də nə Lalə nəsə deyək. Yəni, kömək eləmək. Amma o balasını mən banisadan qutarmışam. Demir ya, qohum gəlsin, İntiqam Əminin müalicəsinə 500 manat verir. Söhbət ondan getmir. Yəni, əsl qohum,
Belə də yəni En azından gel yoxla da. mənəvi olaraq dəstək olar. Söhbət eləsin. Bir Başına sənə qarışsın. çaymışsın, hə. Başına Valla bir xəstəyə Allah haqqı bəlkə də bu videonun biraz da uzun olmasının intiqam əmniyyət psixoloji xeyri var. İnsan, xəstə insanın gözü ancaq xəyam, nə yaxbar, qapı Vallahi arxası. qapı- Allah haqqı, qapı açıldı görüm kimdir o qapıdan girər. Quran haqqı. Allah haqqı intiqam əmniyyət, kaş biraz da yaxın olardıq. Vicdan haqqı hər axşam gələrdi, heç nə, elə bir nətər deyim, əlimizdə bir şirniyyət paketi, bax, and ol Allaha, gəlib bu kişilər, gəlib 2 saat, 3 saat oturub çayını iç, yaxın ol, yaxın, valla gəl getmək də olmur, anam, bacım. Sağ ol, qadan al. Problemlər Allah çoxdur, ömrü uzun şəxsi eləsin. problemlər var, layihənin problemi var. Biləm, Amma sizə böyük bir müsbət təsiri olar. Nə olur ki? Lalə xanımın bir istəgən çayını içəndə Vallahi. nə olacaq? Allah- Vallahi o çayı da gətirərik. Elə hər bura gələndə Elə bir kəlmə desək başı gedirik qatmaq yerlərə. elə böyük bir şey. Allah, elə hər dostumuz hər gələndə bir elə 10 manat atar ki, gedin də bir quru çay, bir qənd, bir nə bilim bir yarım kilo şəqalat alapar, gedin orada oturun, nə bilim danışın, gülün, canını açın. Qoy o insan da başı qarışsın da. Xəstə insanın nə qədər insan nə qədər kürəyi üstə Vallahi. oturub barıya baxar. Valla insan qapını açan olanda kimsə onun gətirdiyinin əlindəkinə baxmaram. Üzünə baxarsan. Sadəcə hiss edirəm ki, yaşayıram. Nədir bəs? O bəs eləyir mənə. Allah'ın da olsun, mən yıxılandan bu günə qədər sizdən başqa heç kim qapımı açmıyor. Göydə Allah, yalan deyirəmsə, mən yalan, burada nə yalan danışacağım ki? Hara qədər danışacağım? Pasteldən tərpənə bilmirəm. Bunu ev sahibi də Allah şahididir. Sizdən başqa mənim qapımı açan olmuyor. Mən yalan deyə bilmərəm. Heç kim də nə gəlməyib, nə getməyib, nə yad, nə qohum. Heç kim məndən maraqlanmır. Allah'a and olsun yox. Heç kim məndən maraqlanmır. Quran haqqı birdən qapını birdən deyir ki, Lalə qapını aç görüm, oradan adamlar keçənlərə baxım, Kaleskada. Bax Allah'a and olsun. Məhəllədə də süpürürəm birdən elə. Deyir qapını aç qoy görüm kim gəlib gedir onu görüm. O hamısı özüm tək eləmək, ona qurban olmaya həmişə eləyəcəm. Amma yenə də olmur axı. Banisadı, oradı, buradı. Allah qoyuram düzümün üstünə, buradan keçidirəm ora, oradan maşına mindirəm, aparım. Hamısını özüm eləyirəm. Bir dənə gəlib demiş ki, Lalə, gəl aparaq xəstəxanaya. Bakıya apardım, bunu bir dəfə aparan. Allah siz Bakıda baxardınız ki, mən yollarda qalmışdım. Bir maşın vururdu bizi. Kaleskada o siqnalı, bu siqnal. Axırı qışqırdım, dedim, mən nəyə istəyirsən? Atdım, sürdüm maşın qabağını, dedim, mən nəyə istəyirsən? Qoy keçin daha. Qoymurdular keçməyə Kaleskana. Axı bacarmıram. Bir əlində sumka, bir dənə o yana sür, bu yana sür. Tanımıram, eləmirəm. Allaha and olsun. Aydındır, aydındır. Çünki xəstəxananın tamı, o deyir ki, ora, bu deyir, bu ged ora, o deyir, bu ged ora. Taksi də bilirsiniz də, Bakıda. O deyir ki, bax burada buradır, sürür, deyir bu qədər ver. O deyir bu qədər ver. Başa düşdüm, Lalə Orada xanım. qaldıq çöllərdə, deməli xəstəxanada icazə vermədilər də. Heç orada deyən olmadı ki, bu qeyrətli bacı qardaş. Ki bacımız küçənin ortasında qalıb, əl arabası ilə, yoldaşı ilə. İndi amma zəng gelib yoldaşıma. Deyirlər ki, sən çıxıb orada dilənirsən, çəkiliş edirsən. Bizi baş aşağı edirsən. Hə, bizim adımızı batırırsan. Qohumdan qadar o deyir. Hə, maşını daxın bağladım. Haçananı. Yox, narahat olmayın. Kamera var, eşim. Yox, o maşında sənət var, ona görə. Deyəm mən çıxım. Qoy gedim baxım da. Sadə elə, Buyurun. otur maşının yanında, Allah'a qurban. Adımızı batırmağa şey. Ged elə mən də gəlirəm, xəyam. Sən də maşında olur, Allah Eşim sorsun. qardaş, yenə deyirəm, sənin ananın əllərindən öpürəm. Allaha and olsun, yenə sən qapını açanda mən sevinirəm. Quran haqqı. Allah Siz özü var, kömək olsun. var. Lalə xanım, tamaşaçılarıma hacı. Allah'a and olsun. Yəni mənim dediyim real fakt, doğru, dürüst. Bax, ev sahibi qapıdan çıxan kimi görərsiniz. Kamera qoyubdur. Kamera var. Çünki buranı bizə elə-belə verib getməyiblər ki, hər halda nəzarət edirlər. Bax, kamerada işləyib gecə Maşını günü. var, evi var. Hə, orada qapıdan girən də yazılır kameraya, çıxan da. Yəni odur ki, açıb baxa bilərsiniz, ev sahibi də buradadır. Ki, bu qapıdan sizdən başqa yaşamayalım. Heç kim girməyib bu qapıdan içəri. Siz baxa bilərsiniz. O bax, görmür. bir bacaq Qaldı var. ki, telefon orada.
Özünüz bilirsiniz, heç onun da başı çıxmır telefondan. Gələn zəhlər də oradadır, mesajlar da oradadır. Nə var oradadır? Bank kartı. Hamısını araşdıra bilərsiniz. Eşənmərim. Heç kim heç nə eləməyib. Allah'ın da olsun. Nə bir manat pul göndərən var, nə köməkli eləyən var, nə elə belə quru-quru gəlib qapını açıb maraqlanan var. Bir yoldaşımı gəlib başa salan yoxdur ki. Eşək qardaş, baxa bilərsən, bax. Gör burada ayrı adam, bax. Yox, ehtiyac yoxdur. Mən bilirəm, onu qəşəng bilirəm, eləzdir. Qəşəng bilirəm. Olsa, Elə bir hadisə olsaydı, siz elə ən azından zəng edərdiniz, sevinə-sevinə ay Eşən qardaş. vallahi. Bəs bizə bunlar zəng edib kömək Bir edir. dənə 20 manat atdı, zəh vurdum, onu sizə atdım ki, yəni belə. Allah kömək olsun, o anamızın əllərindən öpürəm. Hə. Nəsə tamaşaçılarımız, sizə qurban, yardımımızı davam etdirin. Yəni eləyənlər də, eləmək istəyənlər də Allah hamısından razı olsun. Davam edək, biz dayanmayalım, biz Allah kimisə köməklər gözləməyək. Allah eləsin, yenə deyirəm, Allah eləsin bu iş dövlətimizin hesabına olunsun. Nə xoş. Yenə də o yığdığımız 3000 manata bu ailənin ehtiyacı var. Nəinki 3000 manata. Ondan sonra neçə 3000 manatlara ehtiyacı var. Yəni ən azı bir illik kirələrini verərlər. Xahiş edirəm, hamınızdan kömək əlinizi əsirgəməyin. Nilalə xanım, bax kirə pulu dediniz. Mən bu dəqiqə nə edim sizə? Sizin öz vəsaitiniz var. Bax nə deyirsiniz? Edim. Cibimdə sizə aid 1000 manat pul var. Çalışın, dağıtmayın. Yox, əstəğfurullah, qəti şəkildə. O məbləği elə bir ki, toplayaq düzəldək. 3000 düzəldi. Hə, yəni Ki mən gedim yoldaşımı da ayağımı düzəlsin. bu dəqiqə heç nə istəmirəm. Yəni yeri gələndə bir stəkan qreçkanı qaynadıb, məsələn. Yox, yəni ac da qalmır. Ya var evdə ərzaqlarında. Şükür Allah. Yəni yoxdursa verim. Yox. Var. O evin yəsi də alıbdı, sağ olsun. Allah onun ömrü uzun eləsin. O da alıb, siz almışdınız. Yəni belə də qəfil nəsə yaranarsa 50 manata, 100 manata deyil. Kartınıza göndərin, ac da qalmayın. Qoy, Lara, tərif etməsinlər, qoy məbləği. Yox, mən nə deyirəm ki, sağ olsun. Yox, problem yox, o məbləği yığacaq, amma deyirəm, yəni ac da qalmayın da, qadasını alın, ac da qalmayın. Korluq vermə də, xəstə adamdır, şəkər adamdır. Onu demək istəyirəm, yəni o məbləğ yığılacaq, bundan sonra da həmişə sizə kömək olunacaq. Demirəm elə gündə 100 manatlar, 1000 manatlar. Ən azı bir ayda 2 dəfə, elə özüm belə, kimsə deməsə belə özüm yenə gətirib bir zəmbilim olanda verəcəm. Yevlatda da mənim yardım etdiyim bir neçə ailələr var. Görmüşəm. Ki, yəni gələndə mən, məsələn, 10 dənə yardımım varsa, nəzərdə salacağım ki, gedim bunu aparım bir 3 dənəsini Yevlatdakı xəstələrimizə, kasıblarımıza verim. Bu öz yerində, amma belə yəni ac qalmayın. Əgər ehtiyac varsa, çəkinmə. Öz sizə göndərilən puldur. Yəni qaza, işığa və yaxud evin kirəsinə varsa, de çəkinmə, verək. Yox. Nəfər 3000 yığmarıq, 3200 yığarıq. Yaxşı, yoxdur, yaxşı, tək ehtiyac olmasın. Yəni dediyim kimi, istəyirsə bax bu 1000 manatı verim sizə gedim. Siz saxlayın. Yəni bu mənə heç bir mənə bu ağırlıq eləmir ya. Nəsər deyim, problem yaratmır. Onsuz da mən bunu evimdə saxlamıram. Mən də bunu aparıram, verirəm mağazına. Mənim ümumiyyətcə layihəmdə qoy elə yeri gəlmişəm. Bütün tamaşaçılarıma deyim, hamı şahidi olsun. Yəni, mən evimdə pul saxlamıram. Bir dəfə saxlayıb, bugünkü gündə mən onun zulumunu çəkirəm. 10.000 manat, 10.000 Azərbaycan manatı evimdə pul saxlamışdım, Lənkəranlı Hüseyin balanın pulunu. Mən o 10.000-i dilənə, yalvara, min bir əziyyətlə koma verdim, amma bugünkü günü mənə 10.000 manatı, 100 manatını istəyəndə elə bir şəkildə, elə bir formada o pul mənim üzümə çırpılır. Sanki içimdə olan o insan sevgisinə lənət. O Polad Ələmdarın kino oyundakı o Miro deri, lənət olsun mənim içimdə olan insan sevgisinə. Sadəcə olaraq abır və həya edirəm. Çünki günahı özümdə biləm deyə susuram, deyirəm lənət şeytana. Ondan sonra özümə qadağa və söyüş qoydum. İstəyir 50 manat olsun. Kimin pulu varsa Allaha şükür. O qədər güvənli marketlər var, topdan satışlar var. Hamısı bizə yaxındır. Aparıram deyirəm, bax məndə 500 manat var, 1000 manat var, ehtiyacım var. Topdan satışı ehtiyac yoxdur qoyun saxlayana, mal saxlayana. Bax bu park da, bunu yanı havadan demirəm, heç kimdən də qorxmuram.
Əlağanın da evinə pul vermişəm. Saxla, Günlar bacı. Nə bilim, heyvan saxlayan Kərim qardaşa vermişəm. Bunu Pərviz də bilir. Saxla, Şirxan, ala bu pulu saxla. Ala bunu saxlayın qardaş. Evimdə pul olur, qəfildən biri zəng gelir. Elşən, deyirəm, eşidirəm. Sən atavın şəhid görü, atqaz eləmə, 500 manat Allah rəhmət etsin. mənə pul ver, gələn həftə qaytarıram. İntiqam əmrinin 500 manatını verirəm, gələn həftə verə bilmir, düşürəm qapılara. Ki, mən adamın pulunu yığım gətirim. Ona görə də bunu etmirəm. Selona, yəni bu cibimdəki pulu da aparıram, verirəm Şirxana və yaxud Kərimə, kim oldu olsun. Yəni bunu deyirəm ki, faktla danışıram, amma havadan danışmıram. Yəni mənim evimdə pul saxlamıram. Özümün 20 manat, 25-30 manatımdan başqa. Dediyim kimi, alınır, aparılır. Hər ölçün gör, axırda deyirlər ki, sən nətər dostsan, sən nətər oğlansan, sən nətər qardaşsan, sən 10.000 manatı mənə borç verdin. Falan kəsə ev tikdin, bəhmən kəsə falan şəraiti qurdun, kömək elədin, amma mənə borc. Ondan sonra günahı özümdə bildim deyə dedim evi yox, bu günah mənimdir. Deməli, haradasa insanları tanımaq lazımdır. İnsanları, içini, qəlbini, insanlar sənə hansı məqsədlə yaxın olduğunu bilməlisən. Bu mənim səhvimdir. Çox həddindən artıq saflığımdan irəli gəlir. Ona görə də ən gözəli qardaş, bəri başdan pis olmaqdır. O biri var, İntiqam əmi, özüm çox danışıram, bir də başın qarışsın. Yox, alarım, sağ ol, başına bizim sabitlikdə olur, bəlkə də iş bizim sabitlikdə olmuyor, haradasa olur. Nəsə, belə bir deyim var, deyir, biri-birindən gəlib pul istəyir, pul ola verməyib, dəsən deyir ki, söy mənə. Deyir, niyə? Deyir, onsuz da bu pulu mən səndən istəyəndə söyərsən var. Yəni, elə hallar olur, elə adamlar, yaxşılıq eləmə yaxşıdır, mən də çox adamdan borc alıram. Mən də o qədər adamlardan borc alıram. Allahım, işimi daşırdıram, ustama da pul verirəm, amma mən valla bir adamdan borc alanda 10 dəfə ona qadanalım deyirəm, alanda ha. O pulu ki alıram, İntiqam əmi, 10 dəfə qadanalım deyirəm. Amma qaytaram da 100 dəfə deyirəm. Qadanalım başına dönüm, balana qurban olum, Allah atana rəhmət eləsin. Qaytaranda daha çox dua edirəm, nəinki alanda. Bu normalda belə olmalıdır. Adam adama əl tutar, borc da verər, kömək də eləyər, amma adam adamı əlini, ayağını soyutmaz. O tərəfdən deyirəm, yəni bu 1000 manatı siz evə də qoyub gedə bilərəm, özümdə də saxlaya bilərəm. Bunun Selona heç bir aidiyyəti yoxdur. Məndə olmağı, sizdə olmağı. Mən bunu elə gətirmişdim ki, mən o niyyətlə gəlmişdim ki, deyərsiniz ki, hə, elə Elşən qardaş, 3000 manatda biz yığmışıq. Vallahi billahi o mini də sevə-sevə verəyəydim. Bəlkədim İntiqam əmi, bizdə də 100 neçə manatınız var, 110-dur, 120 bilmirəm. Elə onda gələn dəfə bir ərzaq gətirirəm. O niyyətlə ehtiyat gördüm ki, bəlkə də sizin kartınızda bir 3000 pul yığılıb. Çünki dediyim kimi, bəlkə də bir 500 adama nömrə atmışam. 100 manat olsa, elə deyərəm, yenə də deyərəm ki, 100 manat. Yox. Atamla anam qəbrinə and olsun. Yəni, hamısı yalan və... Yoxdur. Buranın haqqı yoxdur. Hələ bu ayağını hələ aparıb düzəlməyib, protezi düzəlməyib. Allah balanı saxlasın. Hələ bizə deyirsən ki, hələ sizə evdə köməkləyəcəm, belə eləyəcəm. Deyir, bu, lalə biz mesmen olur. Ev də tikilirsə, protezi qoydurdum. İndi ev tikilirsə. Deyirəm, vallahi yoxdur, billahi yoxdur. Gəl, belə eləyək, heç o şəxsi söhbətlərə girməyək, qoxuma, əqrəbiyə. Öz dərdimizi, odumuzu danışaq, çatdıraq. Qohumlarını qarışdırma. Bugün bizə, əziz dostlar, bugün bizə vacib olan İntiqam əmiyə kömək edəyin, ayağına protez qoyulsun. Bu adam, bax, bu insanı zanit eləməsin. Ən azı gedib 2 saat bir kafenin qabını yuyub gələ bilər. Ən azı marketə gedəndə bir balaca rahat gedər. Yəni bu insan ən azından, demir ya, İntiqam əmiyə protez qoyacaq, gedib marşrut sürəcək, gedib nə bilim beton zavodda prorab işləyəcək. Adam ən azından havaya çıxar, işığa çıxar, dedim, təbii ehtiyaclarını gedib özü ödəyər. Ən azından vallahi deyirəm. Nə bilim, darvazasının ağzından bir balaca stul qoyub, baqquşdan, maqquşdan, saqqızdan, zaddan, simişkadan, zaddan
Başın qatarda günə bir 5 manat, 10 manat, vallahi deyirəm, bu bir məşğuliyyət olar. Yəni niyyət budur. Sizlərə qurban olun, mənim qardaşlarım və bacılarım. Bu tərəfdən köməyimizi biz dayandırmayalım. Biz öz insanlığımızı, öz mərhəmətimizi davam etdirəyim, bu insana lazım olan məbləği toplayalım. Sizdən xahiş edirəm artıq dərəcədə. Mən biraz köməklik edin, yoldaşımı aparım, ayağın protezini düzəlsin. Sizdən artıq dərəcə xahiş edirəm. Oldu, Allahın izni ilə. Heç olmasa, niye utanırsan ki? Niye bir yere aparanda demirsən ki, pampers yedir aparım? Hə, hələ pampersidir, baxın. Niye utanırsan, niye utanma demişəm, ölürəm onsuz da. Elə də uzun vaxtım qalmayıb, mənim. Əli, hisslərə qapanmayaq, əzizim. İntiqam Heç nədən utanıb eləmə. Hər şey bəllidir. O, ananın demək istəmədiyini başa düşənlər var. Hamı başa düşür. O qədər ölməyimi istəyən adamlar var. Gəl hisslərə qapanmayaq. Sevinən adamlar var. Ən azı özünə ziyandır bu. Hər şeyi burax, öz nətər deyim, axarına. Həyat davam edir. Həyatı sevmək lazımdır. Hər məqamda həyatı sevmək lazımdır. Son nəfəsdə belə həyatda... Eşən mənim gəlib özünü çatdırmasaydı, mənim bayağımı da kəsəcəkdilər. Hə, vallahi, hə. Əgər vaxtında mənim başım işləsəydi, bilsəydim ki, belə bir insan var, mən elə Banisaya yox, Elşən müəllimə müraciət edərdim ki, Allaha and olsun. qadan alım, balana qurban olum, sahibsiz yətsiz adamım. Milyon faiz gəlir. Deyərdim, gəl mənə apar Banisaya. Deyərdim, itə qurda ağzı açsınca, yalvarınca. Elə sizə deyərdim, Elşən qardaş, mən apar Banisaya. Mən qoymaq görərdilər ki, mənim sahibim var, yəyəm var. Mənim ayağımı kəsib atmazdılar. Axı mən özüm öz ayağımla getmişdim. Bir dənə barmağım zədələnmişdi, baş barmağım. Mənim ayağımı 2 dəfə niyə kəsdirər? Müşər ayağımda qırıldı, qulağım eşidir, həkim deyir ki, gör nə sağlam sümüyü var. Sağlamdır, niyə kəsirsən mənim ayağımı? Axı bir barmağım var idi. Bakıda Topçubaş xəstəxanasında. Gönder getdim. Damar cerrahiye orada elmi cerrahiye enstitüsü var. Orada oldum. Rey verdiler. Toblin'den kestirdiler. Bütün analizlerden baktılar. Hiçbir. Sadece o zedelerinde bu Dumanov'un yanına yok. O yalancı dermanları sürtüp orada beni yatızdırıp 2 ay yarım sürütmez. Ondan sonra orada elə onlar dediği kimi dediler de ki axı sənin ayağını niyə kəsdilər? Nə baş verdi? Dedim axı bilmirəm, başım çıxmır. Orada mı dedilər ki, niyə sən Dumanovu vermirsən məhkəməyə? Dedim axı mənim imkanım yox, vəkil tutam, pul verəm, gedəm sürünən bir ayağımla məhkəmələrə. Onsuz da getdi aldılar əlimdən. Hətta dedilər... Bunlar həkim səhlənkarlığından. Bəli. Onu Bakıda Topçubaş xəstəxanasının həkimi. Cərrah Rəna həkim dedi ki, niyə onu vermirsən məhkəməyə? Axı səni mən yoxlamışdım. Dedim, bir dənə barmağın zədələnib, baş barmağın. Allah özü kömək olsun. Amma o neynədi? Niyə görə elədi? Bax, niyə mənim sağlam ayağımı kəssaxdı? Bir dəfə kəsdi, gözlədi. Dedim, həkim, nəyə gözləyirsən sən? Niyə teymirsən ki, ayağımı? Bunu Bakıda biz hamısını kesmişik də. Bax, bütün onun ayaqlarının şəkili, zadı, hamısı bax, bu dokumentdə var. Mən Bakıya apardım yenə bunu dokler eləməyə də, bu ayağı əməliyyatından sonra. Mənə dedilər, bunu nəyə gətirmişsən? Bunun ayağını kəsib nəyə gətirmişsən bura? Apar deyir, onu məhkəməyə ver. Mən sənə demədim ki, barmaq çürmür dənə mənim axılıma ki, mən Bakıda qoymadım. Ki, kəsilsin. Burada mənə vəd verdi ki, narahat olma. Qoy burada yazsın. Sadəcə nəyə görə gətirdim bura? Dedim, mən Bakıya tanımıram, eləmirəm. Burada olunsun ki, gedib gəlim, yanına eləyim. Orada xərc çox istədilər. Güya burada istəmədilər. Bir gün mən yer pulu vermədim, 12 manat verirdim yer pulumun yanında qalmağa. Məni orada palatadan çıxardırdılar. Allaha and olsun, orada da pul istədim. Sadəcə ona görə mən gətirdim bura. Mən belə bilsəydim, mənim Allah başıma daş salsın. Heç mən... Deyib, bax, bu dokumentlər hamısı əlimdədir. Paxt əlimdədir hamısı. Mən dedi, nəyə gətirmişsən bunu? Kəsimsən, gətirmişsən, Kaliskada nəyə gətirmişsən mənim yanıma? Deyirəm, ay həkim, qaldıqca mənim barmağım qaralır. Qanqrena ver, çürüyəcək. Deyir, narahat olma, narahat olma. Sənin, deyir,
Elə sakit, rahat uzanmışsan, nə deyir? Sənin bir adamın yoxdur, deyir. Bir gəlib, mənlə danışmır, mənlə görüşmür. Bir söhbət eləyək, bilək nə var, nə yox. Dedim, nəyi bilmək istəyirsən? Mənim heç kimim yoxdur. Mənim dalımdan gələn olmayacaq. Mən bunu Dumanova dedim. Bəli. Axırı xəstəxananın böyüyünə şikayət eləyəndən sonra dedi, yaxşı. Bax, Yaxşı. ağzına kəsdi, bax belə. Elə həmən gün mənim ayağımı kəsdi. Həmən gün əməliyyat oldu. Gəldi, girdi, palataya dedi ki, hə, yaxşı, narahat olma, bugün sənə əməliyyat eləyəcəm. Yapardı, ayağımı dibindən kəsdi, tulladı ora. O da stolda qalmışdı, Mingəçevirə qaçmışıq, qan almışıq buna nə qədər. Mingəçevirdə axı qan verirlər, axı donor. Neçə nəfər yığmışıq, xəstəxanada adam aparmışıq ki, 5 nəfərə buna donor versin. Pulsuz verirlər, onun sözü. Orada da sigareti yandırdı, çıxdı. Çıxdı. Mən beldən narkoz Bir vermişdilər. yerdə şiş var, bax. Beldən, indi bu biraz çörəndə oturanda bu sümüm şiş qalıbdı, onurda da problem var, artıq başqa problemlərim də var. Ona görə nervlənirəm, deyə bilmirəm. O mən bədbaxt elədi ömürlük. Yaşasan nə olacaq? Dumanov, Yevlaqda, Zərraq. Məni bədbaxt elədi, bilə-bilə, pula görə. Dedim, hanı sənin yəğən sahibin? Mənə deyir ki, mən yaşlı adama, mənim atam yox, anam yox, hansı sahibimin? Kim istəyir o? Deyir, bir gəlin mənlə danışan yox, bir söhbət eləyən yox. Mən gözləyirəm, 10 gündür deyil. Hədə və mən gedirəm, deyir, yaxşı olacaq. Hə, yəni bunu neçə minə eləyir, mən bilmirəm, onun ürəyindən o qədər rəqəm keçir ki, amma mən onu hardan alım verim Dumanova? Özəl klinikaydı ora. Burada Yevlax xəstəxanasında. Yevlax xəstəxanası yox, özəl deyil. Yəni Sığorta ilə də hələ. deyə edirsiniz ki, həkim Bəli, Bəli, həkim özü dili ilə nətər mən özüm görmürəm. Bəs niyə ondan əvvəl Dumanov mənə dedi ki, sənin intiqam sadəcə bir barmağını götürəcəm. Maraqlıdır. Tanımıram. Dedi bir barmağını götürəcəm, bir barmağını. Yer gəlmişkən deyim, qarşı tərəfində bütün suallarını cavablandırmalı. Mingəçevirdə yaşayır. Yəni qərəzli adam deyilik biz. Sadəcə vətəndaşımız Dumanovun özü öz Mingəçevirdə. problemini deyil, nətər olduğunu. Kaşlı deyirdi, bu işdə olmayar. Ümumiyyətlə deyirəm. Yaxşı, bunu tutaq ki, kəsdidə bu adam olsa bunu kəsirsə, ya barmağı kəsib atardı, fərqi nədir, ya nəinki gəlib bu ayağı dibdən. Bir halda ki, sən ona pulu verə bilməmsən. Bəli, bəli. Bunu kəsib atırsansa, bunu niyə böyle vəziyyətə qoymaq? Bax, bu yaxınlarda aparmışdım, atamın anamı qəbir üçün. Bax, belli. Deyirəm ki, ayağı şişdi də, həkim zəifəm ki, bu şişdi. Baxma da. Belli. Deyirəm, ay həkim, bunu bu nə baxma, bunu soyundur, mən soyunduracağım, üzr istəyirəm sizə, mən soyunduram. Həmən Dumanov eləyir. Bəli, bəli, bax bu yaxınlarda apardım sizdən sonra. Deyirəm, bax da bunun şişdir, həkim deyir ki, bunu şişməyə nə gətirirsən, bunu nə günə çalmısan, deyir, bax həkimdə səsi var orada. Deyirəm, aç bax belə, şalvarın üstündən, deyirəm, şalvarın üstündən baxmayın, soyunduraq, bax ki, bu şiş, deyir, olmalıdır da, hələ var. Və bu 8 ay keçirdi. Həkim də deyir ki, ay xanım, 8 ayda bu ayağı yığılmalıdır. Deyir, bax, şiş belədir. Çəkilmir, eyləmir. Baxa da bilərsiniz. O yığılmalıdır, bu ayaq sizə var, Eşən qardaş, üzr istəyirəm sizə. Bax, bu biraz nəzilməlidir, bax, belə olmalıdır. Amma bu şişdir. O həkim də deyir ki, sən hələ bu yatmalıdır. Bax, Qurana and olsun. Bax, şişdir, bu yığılmalıdır. Bax, belə yığılmalıdır. Yavaş dana. Bu yerə pis olar Eşən qardaş. Eşən qardaş pis olacaq. Mən gördüm, mən gündə olsa öyrüşdürürəm. Uzanacaq, əlimi vurmamış, özü gedib görmüsən. Uzanacaq. Mən o hətta bu, bəli. Şiş uzanır. O olmaz da, deyir ki, o O, yığılmalı. hələ intiqam əmri. Sənin bir adamın yoxdur, deyir, gələ oturaq, danışaq, bir görək nə varıq, nətər eləyirik, neyniyə. Deyirəm, ay həkim, Həqiqətən də Balensiyyədə heç kimimiz olmadı. mən danışıram sizlə, söhbət eləyirəm, mənim ağlım üstümdə. Sən bura ruhi xəstəxana deyil, mənim bir dənə balaca barmağımda problem var. Yerə aparır. Neçə vaxtdır Özün yerimisən Bəli. sana. özüm ayağımla getmişəm, həkimə müraciət Ayıldın eləmişəm. ki, ayağın yoxdur. 2 ayağımla getmişəm. Ayıldın ki, narkozdan ayağın biri yoxdur. Bəli, o mənə dedi ki, bir barmağını kəsəcəm. Həmən Həmən həkim. Bəli, Dedim, dedi, barmağını kəsəcəm dedi, amma ayıldın ki, özü Dumanov mənə dedi ki, intiqam, sənin bir dənə baş barmağını götürəcəm. həmən həkim dedi. Bəli, çünki o dırnaq
düşmüşdü, zədələnmişdi. Verib ki, bax, bu üç Problem barmaq mənim bir dənə düşmüşdü. barmağımdaydı. Qaralmışdı. Baş barmağımın ucunda. Dedi ki, bir dənə baş barmağımı götürəcəm. Dedi. Heç ayaqqabıda geyinəsən, gəzəsən, belə heç bilməyəcək, heç bilinməyəcəkdir. Hə, amma həmən günü kəsdi onu, yoxsa Yox, həmən bir neçə günü yox. gün çəkdi. Mən saxladı, sonra gəldi, danışdıq, bir də getdi. Hə, maraqlandı, kim gəlir yanına, kim gedir. Gələn gedən Hə, olacaq. bəli, dedim yoldaşımdır, ora, bura. İndi orada işləyənlər də ona məlumat çatdırır da. Ki, yəni Ki, gələni, gedəni yox. yoxdur da konkret pul fərəsi. Sonra bir 10 gün keçdi, barmaq başladı qaralmağa. Bəli, çox O biri ağır barmaqlarının da qaralmağa. Deyir, bax, bunlar Dedim, da- ay kim, günü-gündən vəziyyətim pisləşir axı mənim. Axı bura gələndə dedin ki, belədir. Həmən Yevlaxda mərkəzi xəstəxanasında, Bəli, dövlət ikinci xəstəxanasında Mərkəzi xəstəxanada, bəli. öz ayağından getmişsən. Bəli. Problem sənin barmağında olubdu. Bəli, baş barmağımda. Deməli 2 ay yarım neçə müddət Ay yarım yatdı. Ay yarım sən orada qalmısan. Sənin halbuki bir barmağın kəsilməli idi. Bəli. Sizin dediklərinizə deyirəm. Bəli, Mən bəli, Domanovu bəli, tanımıram. bəli. Yəni sabah gedib o insandan da fikrini öyrənib ictimailəşdirə bilərəm. Sizin barənizdə deyilənlərin həqiqəti olub olmaması. Ona görə dəqiqləşdirirəm. Deməli ayağınızın barmağınızın kəsiləsi halda Bəli. dediyinizə görə da gördülər ki, yox sizdən gəlib gedən yoxdur, maraqlanan yoxdur. Özü- Bu işə bir kömək, pul, mul göndərən yoxdur. Bu uzandı. Axırda Bəli. da sizin dediyinizə görə da prinsipə üstü dedik gəl, sənə bu gün əməliyyat edəcəm. Şikayət edin. Yəni barmaqdan kəsməkdən getdi sizi buddan Bəli, kəsdi. gətirdi çıxartdırır. Siz bunu iddia edirsiniz. Bəli, baş barmağından gəldi. Kəsdilər. Birinci oradan kəsildi. Bəli. Bax, bu dedi ki, öcə barmaqlar qaralıb, ev bura qalsın. Buranı belə... Sən də o şəkillər dururma. Hə, birinci oradan kəsildi. Bəli. Yəni birbaşa ora kəsildi. Bəli. Sonra ikinci dəfə dedi ki, öcə qaralma çoxalır. Mən də orada ağladım Hə. ki, çox elə Kəsildikdən sonra deyir də qaralma. Qaralmadan sonra bax bura Hə. belə kəsdirə, qaraldı. Üstündən neçə gün keçdi o qaralma baş Bir verdi? dənə düz hissə qaldı. Hə, düzsə qalmış da bura Davan qalmışdı. qalmış. Hə, indi gəlin bax belə danışaq da. Deməli birbaşa oradan kəsmədi də. Xeyr. Hə, birinci Birinci Hə, bax oradan belə kəs. kəsdirə. Bax, Tök, bax, hə. tök kəsdirə, belə Aha. yox idi. Bir dənə davan qaldı. Ay yaşa. Yenə bu dərman dedi, yaxşı olacaq. Bunu tihmədi ağzını. Elə bir şey, bura sümük açıq qaldı da, belə krugovoy qaldı, bax belənçinə qaldı ət. Dedim, niyə şey eləmişsiniz? Dedi ki, baxaq görə qaralma yoxdur. Hə, indi o həkim işidir də, biz onu bəlkə də Yaxşı, deyirik. ora bura başladı, 2-3 gün başladı iylənməyə ət içərdən. Hə, oradakı da bunun mesestrası dedi ki, xanım, bu tikilməli dedim. Vallahi mən başım çıxmır axı, deyir ki, belə olma. Sonra bir gün belə qalxdı bura. Qaralma. Bəli, qaralma. Sonra mən ağladım bunun sonra ki, çox həkim mən məktub yazdırdılar ki, nəsə bir şey olsa bizlik deyil. Mən hələ kağızı da yazdırdılar. İzahat da yəni. Sən heç yazdığı bilmirsən, sənə. Heç bilmirəm nə yazdım. Sənə qol çəkdi. Qol Sən çəkdim. yazdın. Yox, yazmadım. Düzün danış da. Yox, yazmadım. Sən ağıl istə qol çəkdir. Hə. Qol çəkdim. Dedim ki, ağladım ki, heç olsa da yaxşı siz deyirsiniz qaralma çox Mənim xalqda. kimi bir savadı var, yazın. Hə. Bilsən o dili bilirsən Mən yazmağı. bilmirəm onu. Yəni belə deyək Qol də anam. çəkdi də, yəni. Başa düşdüm sizə qurban. Yenə deyirəm, mən həkimi tanımıram. Bəli, yox, Mən yox, bilmirəm onlar bu deyir, proses burada nədir. fakt Sabah deyil, həkim məni də məhkəməyə verə bilər ki, Niyə məhkəməyə ümumi deyirəm, məhkəməyə vermək o demək deyil Onsuz da ki, məhkəmə gezdi, mən heç nə fürsətindən qeyri qaytara getmir. bilmərəm. Ümumiyyətlə deyirəm ki, bəlkə də elə çıxış yolu buymuş bunu edir həkim. Bəlkə də buymuş. Da indi bir insan ki, bunu kəsibsə, da indi bunu oradan kəsər də. Nəysə. Bundan sonra bizim dərdimiz bu deyil. Allah özünü. Da o gerdə qalıbdı. Ondan keçir. Bir dənə xahişim budur Onu ki. da geri qaytara bilmərik. Bəli. Allah özü kömək olsun. Qoymayacaq ki, o ayağı. Bir dənə onun xahişim odur ki, mənə köməklik eləsinlər. Bunun ayağının protezi qoysun. Mənə deməsin ki, ay Lalə, mən hava bax xoşdur, Qurana and olsun. Bax belə hava olanda sevinir. Ki, Lalə, mən Kaliskada çıxaq çölə. Yəni özü çıxsın da, axsaq da olsa, çəlik də olsa, yavaş-yavaş geçsin. Aydındır anam, aydındır. İntiqam mənə. Ya en azından Səbir etmək lazımdır. bir xəstəxanaya gedəndə, Səbir etmək lazımdır. bir yerə gedəndə ağaçdır da bu olmur. Gedirəm orada soyunuram, baxırlar. Orada kişinin əynində pampers var.
o gedirəm aparata düşürəm. Hər dəfə evdən çıxıb bir yana aparıb gətirəndə, indi evdə baxma, evdə səyyar karaşokum var. Gəl göstər onu. Yox, gətirməyək, bu qalsın. Əmir, bir sözlə bizim bu videomuzun vaxtı uzanır, bunu efirə qoymaqda da problem yarana bilər. Çünki saat adlayanda problemlər olur. Nəysə, yekun sözümüz odur ki, Allah şəfa versin, Allah kömək olsun. Əgər bu həqiqətən də... Müəllim, göydə Allah, yerdəsiz. Başqa mənim köməyim yoxdur. Mən sizdən xahişim odur ki, mənə kömək edin, mənim bu pampersdən canım qurtarsın. Özüm evdən çıxıb, o çəliklə, o protezlə, tualetə gedim, gəlim, başqa heç nə istəmirəm. İnşallah. Ayrı heç nə istəmirəm. Allah özü kömək olsun. Əgər bu işdə həkim səhlənkarlıq olursa və yaxud bilərəkdən olursa və yaxud qərəzli şəkildə olursa da haqq var, divan var, qanun var, qayda var, Allahın hökmü var. Allahın özünün inşallah ədalətli məhkəməsi olacaqdır. Geci-geci hamımız köçəcəyik. Bəli. Hər birimiz etdiyimiz əməlimizə görə Allah məhkəməsində cavab verəcəyik. Əgər bu kişinin həqiqətən də yə dərdindən, pul dərdindən bu vəziyyətə salınıbsa, bilmirəm bu kim olur olsun. Bunu eləyən adam nə olur olsun, hansı vəzifənin sahibi olur olsun, hansı gücün, qüdrətin sahibi olur olsun, mənim üçün fərq eləməz. Əgər bunu bilərəkdən bunu edən insan varsa, ən ədalətsiz və ən nəfər deyim belə, vicdansız insandır. Kim olur olsun, bax bunu edən kəs, fərqi yoxdur. Bax vəzifəsi, adamı, dayısı kim olur olsun. Əgər bunu pula görə edib, bu vəziyyətə salırsa, ən əxlaqsız adamdır, vicdansız adamdır. Fərqi yoxdur, kim olur olsun. Dediyim sözümə də ağasıyam, yəni bu insanlığa sırışmayan, insanlığa yaraşmayan bir hərəkətdir. Bir insanı pulu olmadığı üçün bu vəziyyətə salan ümumi haldır. Nəysə, əmr, çox dərinliyə gedirik, gəl burada mövzumuzu bağlayaq.